nəhənglərimizdən olan xalq şairimiz, sevimli şairimiz Bəxtiyar Vahabzadənin anadan olmasının bu il 100 illik yubileyi təntənəsidir. Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə ölkəmizdə Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olunur. Bəxtiyar Vahabzadə bir dəyərdir, mənəviyyət timsalıdır, örnəkdir. Onun yaradıcılığı dilimizin saflığını koruyur, özelliğini koruyor, zenginliği koruyur. Onun şiirleri her zaman elə məktəblilər tərəfindən də, orta yaşlı nəsil tərəfindən də sevilir. Onun bir tələbəsi o haqda bir kitap yazmışdı. 219-cu auditoriya. Həmin o şairin adı Dərviş Osman Əhmədoğludur. O yazırdı ki, hərdən bir siz məni yoxlayın dostlar. Çox da gecikməyin, ölə bilərəm. Hərdən bir siz məni yoxlayın dostlar, yenidən dünyaya gələ bilərəm. O misralar mənə onu deyir ki, hər Bəxtiyar Vahabzadənin adı çəkiləndə mənə elə gəlir ki, Bəxtiyar Vahabzadə elə həmin an yenidən doğulur. Bəxtiyar Vahabzadənin şeirlərini dinlədikcə insanın könlü işıqlanır, gözü gülür. Yazır ki, dil açanda ilk dəfə ana söyləyirik biz. Ana dilidir bizim ilk dərsliyimiz. İlk laylanı anamız öz sediyle işirir ruhumuza. Bu dildə bizə gülə-gülə. Bu dil bizim ruhumuz, eşkimiz, canımızdır. Bu dil bir-birimizlə əhdi peymanımızdır. Bu dil bizə tanıtmış bu dünyada hər şeydir. Bu dil, əcdadımızın bizə miras qoyduğu qiymətli xəzinədir. Onu gözlərimiz tək qoruyub, nəsillərə biz də hədiyyə verək. Bizim uca dağların sonsuz əzəmətindən, yatağına sığmayan çayların hiddətindən, ağ saçlı babaların əqlindən, kamalından, düşmən üstüne cuman bir atınmalından qopan səsdən yarandın, sən xalqımın aldığı ilk nəfəsdən yarandın. Ana dilim, səndədir xalqın əqli, hikməti, Ərəb oğlu Məcnunun dərdi səndədir aşmış, ürəklərə yol açan Füzulinin nəğməsi, ey dilim, qüdrətinlə zirvələrə yol açmamış. Mənim adım sanımsan, namusum vicdanımsan. Siz ey doğma dilində danışmağa ar bilən fasonlu ədəbazlar. Ruhunuzu oxşamır, qoşmalar, telli sazlar, onlar qoy mənim olsun. Ancaq vətən çörəyi sizlərə qənim olsun. Bax budur Bəxtiyar Vahabzadə yaradıcılığı. Dilimizi qorumaq, dilimizin özelliği, gözəlliyi, saflığı, o dilimizi bəyənməyənlərə mesaj məncə elə bu şeirdə yerləşdirilmişdir. Bəxtiyar Vahabzadə ruhuna salam olsun. Sevdiyim şairdir. Uşaq vaxtlarından hər zaman onun şeirlərini sevə-sevə oxumuşam. Dönə-dönə oxumuşam və onun yaradıcılığı qarşısında baş əyirəm və arzu edirəm ki, əgər milli bir şəxsiyyət kimi yetişmək üçün mütləq Bəxtiyar Vahabzadə yaradıcılığı oxumaq lazımdır. O bir stat gətirəcəyim. Bir dəfə oxudum ki, Azərbaycan kişilərinə xas olan o bir koloritliyi önə gətirib, bazarlıq edib, deyib ki, bunu bizim evə çatdırın. Deyib ki, evdə kişi var mı? Deyib ki, evdə kim var səni maraqlandırmasın, qapını döyən kişi olsun. Budur Bəxtiyar Vahabzadə. Ruhu qarşısında başım.